Salamlar dəyərli izləyicilərimiz. Bugün gözlərinizə düşən yay cisimlər haqqında danışacağıq. Yay cisimlər müxtəlif mənşəli olur. Plastik, metal, daş, şüşə və s. Gözümüzün qoruyucu təbəqəsi olan konjunktivada və yaxud da buynuz qışamızda müxtəlif fəsadlar törədə bilir. Əgər gözün qoruyucu təbəqəsinə düşürsə, konjunktivada adətən qıcıqlanma, diskomfort hissi yaradır. Ancaq buynuz qışamızı zədələyirsə, yəni gözümüzün görməyə cavab verən hissəsini zədələyirsə, bu zaman güclü ağrılar baş verir, işıqdan qorxma, sulanma, yay cismisi bizi narahat edir. Bu hallarda mütləq göz həkiminə müraciət etməlisiniz. Göz müayinəsi zamanı ağrıları aradan qaldırmaq üçün ilk növbədə ağrıkəsici damlalar damladılır və göz rahat olduqdan sonra tam göz müayinəsi aparılır. Bəzən yay cisimlər bir yox, bir neçə ədəd ola bilər və gözün görünən hissələri ilə yanaşı tağ konjunktivasında, qapaq büküşlərində də rastlana bilir. Ətraflı müayinədən sonra aşkarlanan yay cisimlər çıxarılır. Bəzi hallarda yay cisimlər gözün daxili qatlarını da keçə bilir. Dəlib keçən yaralanmalar nəticəsində yay cisimlər gözün orta qışasında və yaxud da hətta göz dibində də müxtəlif fəsadlar və iltihabi hallar yarada bilir. Bu baxımdan əgər travma almısınızsa, gözünüzə hər hansı bir yay cismi düşübsə, mütləq və mütləq gecikmədən göz həkiminə müraciət etməlisiniz. Bu və digər mövzularla videolarımızı davam etdirəcəyik. Diqqətiniz bizdə olsun.